Herkese salam dostlar. E-Futbol Türkiye kanalına tekrar hoş geldiniz. Karşınızda yine ben Ekrem. Bugün sizlerle ne edeceğiz? Bugün oyunun yeni güncellemesi geldi. Player of the Week'ler sonra ve bugün Player of the Week geldi ve bugün Player of the Week'te Muslera var. Türk dostlarımız yani Türk kardeşlerimiz Galatasaray'la bildiğiniz gibi Muslera'nın son dönemlerde Türkiye'de onu alabilirsiniz. Yani şansınızı deneyebilirsiniz. Etkinliklerden bir tane beleş açılım hakkı verecek. Ve bunları verdi bize. Ne gelip? Asya şeyler gelip. Açılımlar gelip. Lazım değil o bize. Bugün biz beleş ikon top açılımımızı gerçekleştireceğiz. Daha doğrusu açılım değil, seçme hakkıdır. Mənim seçimim təbii ki Oven'dan yana idi. Digər dostlarımıza deyə bilmərəm. Mənim seçimim Oven'dan yana idi. Həm hızı var, həm süper yedek. Hər şeyi var. Yəni bizə ancaq Oven sərf edir. Batistuta'ya inanmayın dostlar. Batistuta oyun dışı hızı mükəmməl görsənə bilər. 92 hız görsənə bilər. Amma oyun içi geridə qalır. Geridə qalan bir forvetdir. Çift santrafor oynayırsınızsa təbii ki Batistuta en son seçenekler arasında yer alır. Bunu da size belirteyim. Bu arada çekiliş olacak, biləsiniz. Hesap çekilişi olacak. Elimde gördüğünüz bu hesabı, bakın bu hesap, yok seferi girdim. Elimde gördüğünüz oyun planı. Bu hesabı size çekilişte hediye edeceğim. Eləməniz gerekenler, yapmanız gerekenler bunlardır. Kanala abone olmak. Kanala abone olmak. Bu videoyu beğenmek. Instagram Enerji TV alttan xətt 7 kanalını takip etmek ve Instagram Enerji TV alttan xətt 6 hesabını takip etmek. Sadece yorumlarda plus yazmanız kifayətdir. Bu hesabı çəkilişlə sizə verəcəm. Kanalda hal-hazırda 464 abone var. Kanal mini keçdikdən sonra bu hesab sizə hədiyyə ediləcək. Kanal mini keçməlidir. Mini keçməsə bu hesab hədiyyə edilməyəcək. Bunu da size belirtim. Yani dostunuza, tanışınıza, eşinize, dostunuza kime geldi deyin, kanala abone olsunlar. 10 tane hesaptan mı abone olursan, 20 tane hesaptan mı abone olursan, o senin şansını daha da çok artırar. Bunu da size belirtim. Daha çok böyle hediyelerimiz olacak. Hiç narahat olmayın. Elimde bir tane de hesap var ama bu hesabı takipçilerime hediye ettikten sonra, bir takipçime hediye ettikten sonra tabii ki diğer çekilişlerimiz olacak. Neyse bize bir tane beleş ikon açma hakkı verdi. Her ki Michael'a vurmadım. Gerek yoktu. Sözleşme yerine girdik. Paketler gelip dostlar bilirsiniz. İtalya paketi gelip bir tane onu inceleyek. Ürün ayrıntıları. Yok buraya yok. İçerike girdik. Spalletti gelip top çevirme ve uzun topla kontra oynamak isteyen dostlarımız defansif farkındalık, dayanıklılık. Bunlar mənim lazım değil. Mən hızlı kontra-atak oynayan bir adamam və mənim üçün hücum özellikləri möhtəşəm olan oyuncular, işimi yəni Anorum kimi, Xaxab Alonso kimi menecerlər və Koeman kimi menecerlər mənə daha çox işimə yarayan menecerlərdir. Bu mənim işimə yaramaz. Sizin işinizə yarasa istifadə edə bilərsiniz. Paket 1500 coinsədir və sonra var 1500'e Belçika. Ürün ayrıntıları yok, yeni səfər girdim. İçerikə girdik. Rudi Garcia. Hızlı kontratak. Bak bu mənim işimə yarayar. Bunu ala bilərəm. Top kontrolü, ofansif farkındalık. Bu mənim istədiyim bir menecerdir. Açıqda mənim işimə yaramaz. Bunu ala bilərəm. Coins vurup belki aldım, bilmirəm. Biraz çəkdik və yeni paket gəlib. Kluivert paketi gəlib dostlar. İçerikə girdik. Kluivert'a bastıq. Top çevirme ve hızlı kontratak da var ama hızlı kontratak çok da yüksek değil. Top çevirme 89. Alçaqdan pas, defansif katılım çox əlaqəsiz bir şeydir. Yəni nə alçaqdan pas nə əlaqə, defansif katılım nə əlaqə. Mənim heç işimə yaramaz. Sizi də məsləhət görürəm. Yəni boş yerə 500 coinsinizi buna verməyin deyərəm. Çox bərbad bir paketdir bu. Çıxdıq buradan. İlk öncə hədiyyələrimizi alırıq. Sonra oyunculara girəcəyik. Yox, hədiyyələrimizi atın aldıq.
oyunculara girib hansılar alınır, hansılar alınmaz. Bu Asiya ligidir. Bunu böyük ehtimalla dostlarımız almayacaq. Barcelona paketi gəlib, bir tane də beleş ücretsiz açma haqqı verib. Ürün ayrıntıları yox. Tümünü görə girdik. Lamine Yamal var, Pedri var, Kunde var. Kunde zaten hamı hədiyyə edilən bir topdur. Böyük ehtimalla onu istəməzsiniz. Lewandowski'nin də artıq yaşı keçib. Yəni bu yaşda kimsə almaq istəməz, amma mükəmməl bir fırsatçı golcüdür, mükəmməl bir santrafordur. Lamine Yamal olmayan dostlarımız gezici kanat Lamine Yamal'ı ala bilər. Santrafor da oynayır. Orkestr şefi olmalıydı bu. Bəli, orkestr şefi Pedri istəyən. Və Rafinha oyunun vazgeçilməzlərindən verimli kanat. İşe yarayabilir. Sadəcə bir top haqqımız var. İndi açacağıq onu da. Bayern Münih ikonları gəlib. Bayern Münih dostumun hesabına təkdə Rummenigge çıxarmışdım. Özüm açılım eləmədim. Gerek yok şu an açılıma. Çünki əlimdə yenəz və o İngiliz ligi yox. Digər bir şey var idi. O getdi. Onun yerinə bu gəldi. Evrofimay. Jose Guardiola var, Phil Foden var, Nuno Mendes var. Buradan açılım eləməyinizi məsləhət görmürəm. Çox da gerekli oyuncular yoxdur. Təbii ki bu sizin qərarınızdır. Və buradan da top açılımı eləyəcək. Birazdan seçmə haqqımızı da yerinə yetirəcək və Pedro Tubikə baxırıq. Pedro Tubik də türklərin sevimlisi Fernando Muslera. Mən çox bəyənmirəm bu qapısını, amma təbii ki sizin hər hansı bir şəxsi fikir var. Sizin fikirləriniz mənim üçün maraqlıdır. Siz bəyənirsinizmi, bəyənirsinizmi, kimi açsınız, kimi çıxartdınız yazarsınız. Gnabry səhv eləmirəmsə boşluq kollayan ora. Yox, yaratıcı oyun kurucu olaraq gəlmiş. Julian Alvarez gəlmiş. Çox mükəmməl santrafordur. Yəni ikon deniləcək qədər, epik deniləcək qədər mükəmməl oyuncudur. Henderson mükəmməl qapıcıdır, amma mən hücumçu qapıcıları çox da sevmirəm. Təbii ki sizin tərziniz, siz bilərsiniz. Parades gəlmiş, gücləndirici olaraq Cucurella gəlmiş, Henderson, Gnabry. Yəni bu oyuncular gücləndirici olaraq gəlmiş. Biz indi top açılımımıza keçirik dostlar. Barcelona top açılımımızı yerinə yetiririk. Baxaq görək bizə kim gələcək. Beleş Barcelona top açılımı. Çox istəyərəm ki Rafinha'yı versin. Rafinha haqqında şansımız olsun. Baxırıq. Yox, Lamine Yamal'ı verdi. Olsun. Mən Lamine Yamal'ı çox oynadan birisi deyiləm, amma Lamine Yamal'ı verdi. Olsun, tamam. En azından Kunde falan vermədi. Və indi gəldik Zurnanın zırt dediyi yerə. Buradan bir haqqımız var. Son haqqımızdır Konami. Yəni son deyil əslində, yenə verəcək bizə beleş ikon açılımı. Amma bəlkə indi bir dənəsini nağd olaraq çıxardacağıq. Amma bizə buradan ikon verməlisən ki, biz digərində istədiyimizi seçə bilək. Açdıq. Böyük ehtimalla vermədi, amma dönərmi? Baxırıq. Yox, dönmədi. 75'lik Perez'i verdi və 21 oyuncu ilə təsadüfi anlaşma. Armayı da aldıq. Buradan çıxırıq. Buradan dərhal sözləşmə yerinə yox. Buradan görevlərə girdik. Celebration'a girdik. Buradan tümünü aldık. Arma falan aldıq. Neyse o armanı həll eləyərik. İndi ana sayfaya girdik. Sözleşme yerine girdik. Elimizde bir tane %100'lük seçme hakkımız olan birini var. Dediğim kimi mən Oven'i alacağım. Sizler kimi isterseniz onu alabilirsiniz. Baxırıq, baxın, fırsatçı golcü, çılgın koşu özelliği var. Golcü içgüdüsü var. Süper yedek özelliği var. Abi ben buradan Michael Owen'la anlaştık. Ve ikonumuz xeyirli, uğurlu olsun deyirik. Michael Owen bunu dərhal fullayırıq, dərhal.
Bizim istədiyimiz Michael Owen idi. Nerede Michael Owen? Oyun planına girdik. Buradan rezervləri boşdur bunların. Owen nerede? Owen burada. Oyuncu ilerlemesi deyirik. Yox, səhv girdik. Səhv girdik. Yenə səhv girdik. Səviyyə antrenmanı dedik. Otomatik seçim. Çok güzel, çok güzel. Buradan oyuncu ilerlemesi dedik. Eylem. Tavsiye edilen. Buradan kimi yerine değişik, kimi yerine değişik. Guardiola'nın yerine değişecek. Ve ilk ana heyətə qoyuruq. Güçləndirici üretiminde neyimiz var idi? Rastgele olsun. 17 hakkımız var. Teknik, işimize yaramaz. Rastgele. Golcü üçlüsü, 2 tane golcü üçlüsünde 104 oluyor mu? 104 oluyor baba. Mükemmel. Özelliklerine bakırıq. 97 ofansif farkındalık, top kontrol, top sürme, bitiricilik 96. Mükemmel. Hız 91, hızlanma 98. Hızdan çok hızlanma çok önemlidir dostlar. Dengesi 93. Şut gücü biraz zayıftı. Olsun, 2 tane golcü gücü işimize fazlasıyla yarar. Michael Owen kanalımıza deyirəm, hesabımıza xeyirli, uğurlu olsun dostlar. Növbəti videolarda görüşənə dək siz kimləri çıxardınız, siz kimi aldınız, sizin tərcihiniz kim oldu? Yorumlarda belirtirsiniz. Sağ olun, görüşənə dək.